Salam hörmətli izləyicilərimiz, 13 aprel 2024-cü il növbəti maşın bazarı çəkilişimiz Batamdart maşın bazarında. İlk avtomobildən başlayaq. İlk avtomobil Kia Forte modelidir. Buraxılış ili 2019-cu ildir. Mühərrik 2 litrlik Dodge mühərrikdir. Sadə sürətlər qutusu ilə təchiz olunub. 83.000 mil maşının yürüyüşü var. Qiyməti 24.000 manat. Əlaqə nömrəsi 070 330 63 93. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Salonuna da baxaq. Güzgülər elektron tənzimlənən parça salondur. Zolaq tanıma funksiyası var. İşıq sensoru var. Avtomobilin multisükan, sükanda multimedia idarə olunması, həmçinin cruise control, yəni avtopilotun idarə olunması var. Sürüş rejimləri, 2 zonalı klimat kontrol, kondisioner, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. PIN kodu da çəkim. İstəsəz baxa bilərsiniz. Növbəti avtomobil Hyundai Accent modelidir. Avtomobilin buraxılış ili 2020-ci ildir. Mühərrik 1.6 litrlik benzin mühərrikdir. Maşının yürüyüşü 48.000 kilometr. Qiyməti 25.000 manat. Əlaqə nömrəsi 055 367 48 47. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşına tam baxaq. Güzgülər elektron tənzimlənən parça salondur. PIN kodu çəkirəm. Multisükan, sükanda multimedia idarə olunması, həmçinin cruise kontrolun, yəni avtopilotun idarə olunması var. Sonra maşının işıq sensoru var. Avtomobilin USB AUX çıxışlar, kondisioneri və monitor arxa kamerası. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Kia K5 modelidir. Avtomobilin buraxılış ili 2021-ci ildir. Mühərrik 1.6 litrlik turbo benzin mühərrikdir. Avtomobilin yürüyüşü 77.000 mil təşkil edir. Qiyməti 34.500 manat. Əlaqə nömrəsi 055 367 48 47. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Arxa kamerası. Qapıda açarsız daxil olma. Güzgülər elektron tənzimlənən parça salondur. Avtomobil PIN kodu çəkirəm. Zolaq tanıma funksiyası, işıq sensoru var. Avtomobilin multisükandır. Sükanda multimedia və cruise kontrolun idarə olunması var. Elektron ələyləci, avto hold funksiyası, sürüş rejimləri joysticklə idarə olunur. 2 zonalı klimat kontrol, kondisioner, monitor, arxa kamera və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Hörmətli izləyicilərimiz, elə bir K3 tapmışam ki bazarda. Yəni bəlkə heç ölkədə bu qədər dolu K3 tək-tük tapılar. 2017-ci ildə avtomobil. Maşının içinə baxdım, indi göstərəcəm sizə. Düymə əlindən yer yoxdur maşında. Maşını ətraflı çəkəcəm sizin üçün. 2017-ci ildə 1.6 litrlik benzin mühərrikə təchiz olunub. Orijinal 118.000 kilometr yürüyüşü var maşının.
Qiymət 24.500 manat. Əlaqə nömrəsini deyirəm 070 507 99 99. Gəlin indi maşının tam ətraflı sizə funksiyalarını göstərim. Maşının lüku var. Qapıda açarsız daxil olması. Güzgüdə kör zonu xəbərdarlığı. İndi salona baxaq. Memori paketi gördünüz. Oturacaq geri qayıdır. Güzgülər elektron tənzimlənən və qatlanan 2 ədəd memori paket, yaddaş paketi. Oturacaq elektron tənzimlənən oturacaqlar. Koreyadan gətirmə maşındır. Win kodu çəkirəm. Başqa nəsə məlumat istəsəz baxa bilərsiniz. Düymələr. Düymə əlindən yer yoxdur maşında. Zolaq tanıma funksiyası, kör zonanın düyməsi, sükanın qızdırılması, avtomobilin işıq sensoru var. Multisükan, sükanda multimediyanın kruz kontrolunun idarə olunması, bortavoy kompüterin idarə olunması, telefona cavab verilməsi, pedallarının hələ klonkası üstündədir. Avtomobilin salonuna baxaq. Start-stopla mühərrikin işə salınması, monitor, arxa kamera, 2 zonalı klimat kontrol kondisioneri, sürüş rejimləri, oturacaqların soyuducusu və qızdırıcısı da var. Avtomatik parking sistemi var, yəni avtoparking var. 2 ədəd açar, start-stopla mühərrikin işə salınması və avtoparking sistemi 2 üsulla eləyir. Həm paralel parkingi avtomatik özü eləyə bilir, həm də perpendikular parkingi özü eləyə bilir. 118.000 kilometrdə avtomobilin yürüşü. Bu qədər ətraflı məlumat verməyə çalışdım. Maraqlanmaq istəyənlər əlaqə saxlaya bilərlər. Növbəti avtomobil Hyundai Grand Euro avtomobilidir. Maşının buraxılış ili 2014-cü ildir. Mühərriki 2.2 litrlik dizel mühərrikdir. Yürüşü 213.000 kilometr. Qiyməti 29.500 manat. Əlaqə nömrəsi 070 507 99 99. Avtomobilin mühərrikinin sepi və s. xidmətləri, peridoku hər biri Xırdalanda Hyundai servisdə dəyişdirilmişdir. Orada qeydiyyatdadır. Heç bir problemi də yoxdur. Tam panoramik tavan, qapıda açarsız daxil olması, elektron tənzimlənən oturacaqlar, elektron tənzimlənən güzgülər, qara dəri salon, multisükan, sükanda multimediyanın və kruz kontrolun, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var avtomobilin, oturacaqların qızdırıcısı, 2 zonalı klimat kontrol kondisioner, start-stopla mühərrikin işə salınması, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Sonata modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrik 1.7 litrlik dizel mühərrikdir. Maşının yürüşü 168.000 kilometr. Tam dolu avtomobildir, fulldur. Qiyməti 26.800 manat. Əlaqə nömrəsi 070 507 99 99. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşını tam sizə nümayiş edeyim. Arxa parktronikləri var. Damı tam panoramik tavan. Qapıda açarsız daxil olma. Güzgülərdə kör zona xəbərdarlığı. Güzgülər elektron tənzimlənən güzgülər. Qara dəri salondur. Oturacaqlar elektron tənzimlənən. Win kodu çəkirəm. Koreyadan gətirmə maşındır. Kör zonanın düyməsi, zolaq tanıma funksiyası, işıq sensoru var. Avtomobilin multisükandır. Sükanda multimediyanın və kruz kontrol, yəni avtopilotun idarə olunması var. Elektron ələyləci, avtohold funksiyası, sürüş rejimləri, parking düymələrinin söndürülməsi, avto off funksiyası, 2 zonalı klimat kontrol kondisioner, oturacaqların, qabaq oturacaqların həm qızdırıcısı, həm soyuducusu var. Arxa oturacaqların qızdırılması da var.
start-stopla mühərrikin işə salınması, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Santa Fe modelidir. Maşının buraxılış ili 2014-cü ildir. Mühərriki 2 litrlik dizel mühərrikdir. Avtomobilin yürüyüşü 200.000 kilometr. Qiyməti 28.500 manat. Əlaqə nömrəsi 051 787 74 74. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Qızış maşını açarsınız. Açıqdır. Qapıda açarsız daxil olma. Güzgülər, qatlanan güzgülər. Həm də bütün istiqamətlərdə elektron tənzimlənən güzgülər. Multisükandır. Sükanda multimedian və cruise control, yəni avtopilotun idarə olunması var. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. Qara dəri salon. Oturacaqların qızdırıcısı var. Start-stopla mühərrikin işə salınması, monitor, arxa kamera, 2 zonalı klimat kontrol, yox 2 zona deyil, üzr istəyirəm, 1 zonalı klimat kontrol kondisioneri. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia Sportage modelidir. Avtomobilin buraxılış ili 2013-cü ildir. Mühərrik 2 litrlik dizel mühərrikdir. Maşının 126.000 kilometr orijinal yürüyüşü var. Qiyməti 26.000 AZN. Əlaqə nömrəsi 055 427 85 85. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Arxa kamerası, arxa parktroniklər. Qapıda açarsız daxil olma var. Damı tam panoramik lük tavan. Qara dəri salon. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Multisükan, sükanda multimedianın və cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var. Avtomobilin sükanın qızdırılması. Oturacaqların, qabaq oturacaqların həm qızdırıcısı, həm soyuducusu var. Arxa oturacaqların qızdırılması da mövcuddur. 2 zonalı klimat kontrol kondisioneri, start-stopla mühərrikin işə salınması, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Elantra sport modelidir. Avtomobilin buraxılış ili 2018-ci il. Mühərrik 1.6 litrlik turbo benzin mühərrikdir. Avtomobilin yürüyüşü 83.000 mil. Qiyməti 23.500 manat. Əlaqə nömrəsi 050 385 02 12. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Arxa parktroniklər, arxa kamera, lükü var. Avtomobilin qapıda açarsız daxil olma. Güzgüdə kör zona xəbərdarlığı. Qara dəri salondur. Avtomobil, güzgülər elektron tənzimlənən. VIN kodu çəkirəm. Baxa bilərsiniz. Kör zonanın düyməsi, multisükan, sükanda multimediya idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması, sport sükandır, aşağısı kəsik. Oturacaqların qızdırıcısı var, start-stopla mühərrikin işə salınması, sadə kondisioner sistemi, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Mercedes C180 modelidir. Avtomobilin buraxılış ili 1999-cu ildir. Mühərrik 1.8 litrlik benzin mühərrikdir. Maşının yürüyüşü 260.000 kilometr. Qiyməti 9.800 manat. Əlaqə nömrəsi 077 327 01 11. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Heç bir problemi yoxdur. Avtomobilin dəri salondur. Oturacaqların qızdırıcısı var. Baxa bilərsiniz.
şüşə qaldıranlar, güzgülər elektron tənzimlənən və kondisioneri də var. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur.